Adınız niyə Dana Durdanadır? Dana da mənim öz adımın son 4 hərfidir. Durdana. Durdana adı biraz mənim qulağıma gələndə cingilti verir. O ad sanki etaplardan keçə bilməyən bir bilirsiniz insan həyatda iki dəfə dəyişir. Ya yumşaq olur, sonradan bərkiyir, ya da əvvəldən bərk olur, sonradan zaman ikən yumşalır. Məndə isə Dürdane adı məni daha da bərk eləmişdi. Mən onu Dana təxəllüsü ilə Bəlkəni sərt. həm sərt, həm aqressiv, həm həyatda mübarizəni düz apara bilməyən bir ad. Biz adın da düşər-düşməzi var. Onu qoyurlar bizə, amma o adı da biz daşımalıyıq. Əslində onun lüğətdə tərcüməsi Dür Ləl-Cəvahir. Yəni onun altında xəncər də var, mirvari göz yaşı da var. Danə də bir dənədir, danə. Yəni bu çox ağır bir addır. Sumqayıtdan siz necəsə oldu, Norilska köçdünüz. Necə olub o? Sumqayıtdan birinci dəfə ailə qurdum 17 yaşında və mən birinci yoldaşım Rusiyada yaşırdım. Norilskdə. Norilskdə. Siz ümumiyyətlə oraya gedəndə bilirdiniz ki, Norilsk nədir? Cüzi də olsa məlumat verilmişdi. 6 ay orada gün olmuş.